bəzən yavaşlamaq lazımdır. Bəzən lazımdır. Bədənini də, zehnini də biraz yavaşlatmalısan. Nə üçün yavaşlatmalısan? Bax, bunu bizə Sahib bəy deyəcək. Sahib Xudaverdiyev buradadır. Beynəlxalq yoga təlimçisi. Hər səhər olduğu kimi yenə də sizi görməyə çox şadıq. Xoş gəlmişsiniz. Sabahınız xeyir. Sabahınız xeyir olsun dostlar. İnsan daha güclü olmaq üçün yavaşlamalıdır. Və yoga fəlsəfəsində bir çox hərəkətlər var, hansı ki, o bizə kömək olur ki, bizim zehnimizdə olan o gərginlik, qorxular, həyəcan, stres, yəni bütün bu amilləri fiziki hərəkətlərlə aradan götürmək olar. Gəlin bir neçə dartınma hərəkəti edək, əllərimizi uzadırıq. İlk öncədən başlayırıq, oynaqlarımızı açırıq və qollarımız gedir yuxarı. Dərindən nəfəsi al. Çiyinlərini hiss et. Qollarımızı salırıq yanlara. Hərəkətin istiqamətini dəyişərək yenidən qollar qalxır yuxarı. Bu hərəkət çox gözəl gərginliyi bədəndən çıxardır. Eyni zamanda biz dərindən nəfəsi alırıq, veririk. Ümumiyyətcə, hərəkətlər zamanı bizim diqqətimiz olmalıdır bədəndə və yaxud nəfəsimizdə. Gəlirik xalçanın üzərinə. Sol qolumuzu uzadırıq sağ istiqamətində. Çiynimizi, başımızı astaca qoyuruq xalçanın üzərinə və sağ əlimizi qaldırırıq yuxarı. Nəfəs alırıq burunla. Hal-hazırda mənim belimdə dartılma gedir. Ehtiyatla sağ əlimizi qoyuruq, çiynimizi, başımızı qaldırırıq və eyni hərəkəti edirik əks tərəfə. Hardasa bir dəqiqə, dəqiqə yarım bu hərəkətdə durmaq kifayətdir ki, siz artıq fiziki olaraq, beyində olaraq rahatlığı hiss edəsiniz. Yenidən dururuq xalçanın üzərinə. Dizlərimizi qaldırırıq və baxırıq önə. Dizlərimizi qaldırdığımız zaman bütün bədəndə gərginlik yaranır. Hal-hazırda bəlkə də mənim səsimlə bilinir. Gərginlik yaranır çiyinlərdə, qarın nahiyəsində. Eyni zamanda da bu hərəkət çox gözəl fiziki hərəkətdir. Sizin kor əzəllərinizi, qarnınızı yığır. Belə hərəkətlər çoxdur. Ümumiyyətcə, dartılma hərəkətləri bizim bədənimizi, o həyəcanı beyin idarə etdiyi üçün dartılma hərəkətləri və nəfəsi yavaşladanda yəni biz bədənimizi bu gərginlikdən, həyəcandan, qorxulardan azad edə bilirik. Qollar dartılır yuxarı, hərəkətlərimiz davam edir. Sanki qollarınızdan kimsə tutub və dartır yuxarı. Yəni, biz çiyinlərimizdə o dartılmanı hiss etməliyik. Bir mənalı qan dövranı aktivləşir. Qollarımızı salırıq yanlara, qamətimizi düz saxlayırıq. Hal-hazırda bizim belimizdə olan xırda əzələlər aktivləşir, hansılar ki, bizim gün ərzində qamətimizi düzgün saxlamağa kömək edir. Yenidən qollarımızı qaldırırıq, nəfəsi al, nəfəsi ver, astaca, tələsmədən qollarını sal aşağı. Nəfəsi al, nəfəsi ver. Nəfəsi al,
Bu hərəkəti sizin nə qədər çiyinlərinizin, bədəninizin fiziki gücü olaraq təkrar edə bilərsiniz. Kimin üçünsə 20 dəfə, kimin üçünsə 30 dəfə və yaxud tam yorulana qədər, tam çiyinlərinizi gərgin hiss edənə qədər edin. Bir üsul da var yoqada. Siz sadəcə olaraq bir şamı yandırıb qoyursunuz qarşınıza və o şama bir dəqiqə ərzində baxırsınız. Çox gözəl gərginliyi çıxardır və sizin konsentrasiyanızı artırır. Bu hərəkəti mən çox vaxt uşaqlara tövsiyə edirəm, çünki dərs zamanı çox yüklənirlər və diqqətlərini bir yerdə saxlaya bilmirlər. Bu hərəkət həm də sizin yaddaşınızı çox gözəl aktivləşdirir. Bəli. Bir dəqiqə, biz onu hər gün edə bilərik. Fərqi yoxdur günün hansı saatında olursa olsun. Şamı yandırırsınız, baxırsınız ona bir dəqiqə, gözlərinizi sağa-sola çəkmədən. Bəli. Belə hərəkətlərə yoga ümumiyyətcə böyük diqqət ayırır. Bədənin, zehnin, şuurun tam sağlam, aktiv olmağına. Belə. Deməli, Sahib bəy, mən bugün çox sevindim. Neçə vaxtdır Sabahın Xeyir Azərbaycanda biz yoga ilə bağlı müxtəlif məlumatlar öyrənirik, hərəkətlər görürük. Mən özümə uyğun bir hərəkət tapdım. Şamı yandıracağım, bəli. Belə ürəyiniz istəyir 5 dəqiqədə baxa bilərəm. Heç bir problem yoxdur. Mənə ən uyğun, ən gözəl. Həm zehni, belə deyək, yavaşlayacaq, həm də konsentrasiyam artacaq, fokusum daha da yaxşı olacaq, yaddaşım güclənəcək. Gündə bir dəqiqə sadəcə. Kifayət qədər də, hətta artıq da baxaram, heç bir problem yoxdur. Əsl mənə uyğun bir hərəkətdir. Çox təşəkkür edirəm sizə. Nəhayət ki, Sahib minnətdarıq. Çox sağ olun. Təşəkkür edirik. Hər şey xırda hərəkətlərdən başlayır. Əlbəttə ki. Əsas odur başlamaqdır. Hardansa başlamaq lazımdır. Biz də çalışacağıq. Özümüzə uyğun, yavaş-yavaş, çox yormadan başlayaq. Bir daha hörmətli tamaşaçılar qeyd etmək istəyirik ki, bizim qonağımız, daimi qonağımız artıq deyə bilərik, beynəlxalq yoga təlimçisi Sahib Xudaverdiyev idi. Təşəkkür edirik Sahib bəyə. Bir daha təşəkkür edirik.